Və davam edirik əziz tamaşaçılar. Oyun hələ ki yekunlaşmayıb. Hələ oyunun yekunlaşmağına deməli 6-7 dəqiqə var və qapıdan zərbə. Və 84-cü dəqiqə başlayır. Və out Şəmkir komandasındır. 84-cü dəqiqə başlayır. Son dəqiqələrdir bir ikinci hissə üçün. Bu pressing olunacaq. Mikrofon arxasında da mənəm Dəmirov Hüseyn Ağa. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsinin son oyun günüdür və 3 gün istirahət edib biz gedirik Azərbaycan 2-ci liqasının oyunlarına. Və indi pressing gələcək və top meydanı tərk edir və qapıdan zərbə Orxan Sadaqlı. Ümidlər artıq Göygölü üçün yəni açılır, amma Şəmkir üçün ümidlər əriyir. En azından mən istəyərdim ki Şəmkir komandası da kubokda iştirak eləsin, amma bir komanda növbəti mərhələ vəsiqəni təmin edir. Azərbaycan Kubokunun bu mərhələsində 86-cı dəqiqə edir artıq. Şəmkir, Göygöl Şəmkir duelində hələ ki 1-0 qonaqlar öndədir. Daha doğrusu 1-0 meydan sahibləri irəlidədir. Azərbaycan Kubokunun qapçı, sən nə edirsən? Bravo! Və küncdən zərbə qazanır. Vüqar Nadirovun yetirmələri Şəmkir komandasının da qoybucun qutarsın. Və qapçı yerindədir. Şəmkir komandasının da baş məşqçisi Vüqar Nadirov. 3 dəqiqə qalıb oyunun yekunlaşmağına. 3 dəqiqə heç olmasa bir gol vurun və oyunu əlavə vaxta daşıyaq. Bütün ümidlər, bütün şanslar həm Şəmkir üçün də işləyir, həm də Göygöl üçün də işləyir. Yəni azarkeşlər də az saylı azarkeşlər Göygöl Olimpiya İdman kompleksinə dəvət olunublar. Pressing. 88-ci dəqiqə. Artıq oyunun sonları da
Siz de bizim YouTube kanalımıza abone olmayı unutmayın. Son şansları da Vüqar Nadirovun ve komandasının yerde kalan oyuncu var. Ama ayağa durur. Ayağa durabilir. Cərimə zərbəsi sonuncu dəfə olacaq. 89-cu dəqiqədir. En azından bir gol vurup oyuna əlavə vaxtı daşıya bilər. Yəni Şəmkir komandası. Yerində Künçdən zərbə. Bəli, Künçdən zərbədir. Son şanslardır bunlar. Göygöl, yəni Şəmkir komandası üçün. Nasıl topu götürüb ilerləmək lazımdır. Və top qapının yanından keçir və növbəti dəfə Künç qapıdan zərbədir. Oyunun ikinci hissəsinə 3 dəqiqə əlavə olunur. Hakim tərəfindən və 3 dəqiqə 14 numaralı oyuncu çıxır, 7 numaralı oyuncu girir Göygöl'ün heyətində. Görürsünüz. Dünən çekiliş heyətimizlə Göygöl şəhərinə gəldik və bugün də burada qalıb salona qayıdacağıq. Bugün qalıb salona qayıdacağıq çünki Şirvanla oyunda var. Son 2 dəqiqə. Ya davam, ya tamam. İndi Şəmkirin son ucumu ola bilər bu. Əla dürəmli gedir Şəmkir futbolçuları, amma köş belə irəliyərdə, amma hücum davam edir. Künçdən zərbə. En azından burada biz əlavə vaxtı görmədik. Qapıdan zərbə deyir hakim. Son 1 dəqiqə. Şəmkirin son şansları ola bilər. Tələsmək lazımdır. Gol! Gol değil. Hakim bildirir oyundan kenar Beziye. Ya. Şəmkir pressingdə sonuncu dəfə atır. Yine baş verəcəyindi. Siz ise bizim YouTube kanalımıza abone olmayı unutmayın. Abone olun ki Azərbaycan 2. Liqasının maraqlı oyunları bizim kanalları. Ve oyun bitti. Sağ olun, salamat kalın. Hələlik sağ olun.